Salam, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Hər birinizi xoş gördüm. Bugün sizlərlə birlikdə bilincik hazırlayacağım. Bilincik üçün 3 ədəd yumurta götürmüşəm. 5 stakan süd qatmayacağım. Südlə də etmişəm. Yarı süd, yarı su ilə də etmişəm. Amma bu dəfə qatmayacağım. Bu dəfə fərqli edəcəm. Mən hər zaman hər ikisindən də edirdim. Amma yəni baxırdım ki, keçən dəfə gördüm ki, su ilə edəndə südlə etdiyimlə fərqli oldu qızlar. Ona görə də bu dəfə yəni təmiz sudan edəcəm. Yəni belə deyim, süd qatmayacağam. Süd qatılan xəmirdə biraz xəmir belə deyim, cırılırmı deyim, su kimi sulu xəmir edəndə çox gözəl, yəni su ilə edəndə bilinciki çox gözəl olur qızlar. Mən etdim, mən sınadım, yəni gördüm çox gözəldir. Düzdür, indiyənə kimi həmişə südlə edirdim, yarı süd, yarı su. Amma bu dəfə fikirləşdim ki, bir dəfə sınamışdım, elə dedim ki, bu dəfə də sizlərlə çəkib paylaşanda elə su ilə edərəm, paylaşaram. Mən çox bəyəndim, çox xoşuma gəldi. İstəsəniz sizlər də edərsiniz. Sizlər necə? Sizlər yəni su ilə, yarı su, yarı südləmi edirsiniz, yoxsa yəni su ilə mi? Fikirlərinizi yorumlarda gözləyirəm hər birinizin. 3 ədəd yumurta götürmüşdüm. 1 çimdik duz, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı da yəni silə soda götürmüşdüm. 5 stakan da su. Çaldım, yəni mikserə ehtiyac yoxdur, çalıram əlimlə. Yarım stakan da duru yağ götürmüşəm. Yəni duru yağ da zövqə görə, istəsəniz qardalı yağı ilə də edə bilərsiniz, istəsəniz yəni simişka yağıyla da edə bilərsiniz. Sizin zövqünüzdən asılıdır. Yəni qərar sizin özünüzdən asılıdır. Özünüz verə bilərsiniz qərar. Hansı yağdan istifadə edirsiniz, o yağlardan da istifadə edə bilərsiniz. Mən unu gözə yarı götürmüşəm. Düzdür, dolu etməmişəm. 5 stakana kimi un götürdüm, amma dolu etmədim. Yəni qatılaşana kimi çaldım. Qatılaşıb bilincik xəmirini hazır olana kimi çaldım əlimlə. Yəni mikserdən yenə deyirəm, istifadə etmədim. Əgər potlar qalırsa da mən süzgəcdən keçirdirəm, amma ehtiyac yoxdur. Çünki süzgəcdən keçirməyə möhkəm çalmışam, açılıbdır. Amma potlar qalanda istər-istəməz bilincik bişəndə o yəni pot hissələri düşür xəmirin üzərinə. Bişəndə də, bükəndə də o ya həm yaxşı görsənmir, həm də çətinliklə bükülür. Ona görə də süzülsə daha yaxşı olar. Yəni yaxşı çalandan sonra ehtiyac yoxdur, amma əgər içərisində pot qalırsa da süzülsə daha yaxşı olar. Yenə deyirəm, yəni unun keyfiyyətindən asılıdır. İndiki unları belə yəni miqdar nədəsə ölçəndə miqdarını bilmək olmur. Bəzən elə un var ki, təkiyyəmi deyim, necə deyim, yəni ağır olur. Elə un da var, yüngül olur. Ona görə də ya artıq tökülür, ya yəni un qədərində olur. Ona görə mən də qədərini tam tutmamışam. 5 stakan belə un götürmüşəm, dolu olmayan. Mən hər zaman yəni belə bişirib soyuducuya atmağı sevirəm. Hər zaman da edirəm. Belə əlimin altında asan olmaq üçün uşaqlar tez bazar istəyəndə götürüb qızardıram. Həm də ki, pratik olaraq bir qonaq gələndə tez yəni soyuducudan götürüb qızartmaq asan da olur. Hər zaman belə büküb, streçləyib soyuducuya qoyuram. Sizlər necə edirsiniz? Sizlər də yəni belə edirsinizmi? Əlinizin altında hazır
yəni edib soyuducuya atırsınızmı, yoxsa necə? Mən lavaşda olanı sevmirəm, nə yalan deyim. Lavaşda bilinç ki görür, yəni belə deyim, bizim bildiyimiz nənələrimizdən, analarımızdan hər zaman yumşaq bir xəmirlə, yəni yumşaq bilinç xəmirindən hazırlanır. İndi baxıram ki, daha çox lavaşda üstünlük verirlər. Düzdür, o da yaxşı olur, xırçırtılı olur, amma mən onu sevmirəm. Özüm evdə belə hazırlayanda, yəni bilinç xəmirindən hazırlayanda sevirəm. Çox gözəl də xəmiri alındı. Yəni mən sevdim. Su ilə olan, yəni bu resepti sevdim. Mən aparatda edəcəm qızlar. Ocaqda etməyəcəm. Elə də edirəm, belə də edirəm, amma fikirləşdim bu dəfə aparatda edim. Çox rahat oldu. Xəmirim yəni yaxşı olduğu üçün aparatdan da yaxşı rahat çıxdı. Xəmir yaxşı olanda qazda, yəni sobada da qaz sobasında da bişəndə, yəni onda da rahat çıxır. Yəni xəmirin yetər ki, kıvamını yaxşı tutaq, yaxşı olsun, onda yaxşı da çıxır. Gördüyünüz kimi mən yəni bu aparatda etdim. Çox gözəl də, yəni yumşaq. Belə deyim, ovuçda o ki belə bükəndə ovuçda o yumşaqlıq qalırsa da, onda gözəl, demək ki, o xəmiri çox gözəldir. Düzdür, aparat biraz böyükdür, amma yəni yaxşıdır. Lap da elə, yəni çox nə elə balaca deyil, nə də elə böyük deyil. Əslində aparatım yəni iri aparatlardandır. Elə balaca aparatdan deyil. Amma bu aparatdan qızlar mənə elə gəlir ki, bilincik tortu çox gözəl olar. Düzdür, bişirməmişəm, amma bir günləri sizlərlə birlikdə onu da bişirərik. Bişirməmişəm, amma bişirərik inşallah. Bir günləri sizlərlə yəni bilincik tortunu da bişirərik. Çünki bu böyük olduğu üçün mənə elə gəlir ki, bilincik tortuna daha yaxşı olar. Belə, yəni bişirdim. Hardasa bu reseptlə, düzdür, bu aparat böyük olduğu üçün 30 ədəd belə çıxır. Amma yəni tavada bişirəndə 35-40 ədəd, yəni bir porsiyadan çıxardıram. Belə deyim, yəni böyüklükdən asılıdır da, istər tavanın böyüklüyü olsun, istər bu aparatın böyüklüyü olsun, bilincik aparatının, yəni böyüklüyündən asılıdır. Əgər balaca olarsa da artıq çıxar, yəni böyük olarsa da böyük çıxar. Belə qızlar, siz necə, sizlər də edirsinizmi? Sizlər də edib soyuducuya atırsınızmı? Yəni sizlər də belə xəmirdənmi etməyi sevirsiniz, yoxsa yuxalarda etməyimi? Yenə deyirəm, mən belə sevirəm. Mənim üçün çətin deyil. Bəzən deyirlər ki, yəni belə etmək çətindir, yuxada edəndə rahat olur, tez bazar. Amma mənim üçün bu daha rahatdır. Həm dadlı, həm də yəni yuxadan mənə bu dadlı gəlir, belə deyim. Mən bilincikin xəmiri, yəni əti üçün qızlar bir böyük baş soğan götürürəm. Bəzən elə olur göy vururam, bəzən də elə olur vurmuram. Yəni hər zaman çüyüddən istifadə edirəm. Elə olur vururam. Olmayan çox vaxt vururam. Dad olanda çox gözəl olur. Yəni göyü olanda belə deyim, dadlı olur. Duz istiyor. Biraz yəni qorulub yağını buraxandan sonra götürürəm. Belə qızlar. Hər zaman da yəni elə olsa əlimin altında bəzən elə olur ki, əti də qoruram, atıram soyuducuya. Yəni rahat olmaq üçün, tez götürüb bükmək üçün. Belə qızlar, mən bu üsulla hazırlayıram. Sizlər necə? Sizlər hansı üsulla hazırlayırsınız? Necə hazırlayırsınız? Sevirsinizmi? Fikirləriniz hər biriniz mənim üçün maraqlıdır. Hər birinizin fikirlərinizi yorumlarda gözləyirəm. Yorumlarınızı gözləyirəm. Sizlər necə bişirməyiniz mənim üçün maraqlı olar.
bilirəm ki, yəni adi bir şeydir. Yəni hamının evində bişirə biləcəyi bir yəni qəlyanaltı mı deyim, belə deyim də, bəzən elə olur bunu səhərdə yeyənlər olur. Adi məsələn suxoy yeməklərin böyründə də yəni bu bilincik görürük ki, hər zaman yəni yeyilir. Mən sevirəm. İndi bilmirəm, fikirlər, zövqlər müxtəlifdir, fərqlidir. Sizlər necə? Sizlər də sevirsinizmi? Hansı üsulla sevirsiniz? Dediyim kimi mən əti qoymuşam qovrulmağa, biraz yağ vurmuşam. Əti qovruram öz yağında. Özünü də yağlı ətdir. Üzərinə bir ədəd soğan soyub, mən götürdüyüm soğan qızlar böyükdür. Ona görə bir ədəd bəs edir. Əgər balaca olarsa da 2 ədəd götürürəm. Blenderdən keçirdib üzərinə vuracağım. Soğanla birlikdə qovrulsun. Sonda qazı söndürüb üzərinə göy vurub biraz soysun, başlayacağım bükməyə. Belə qızlar. Mən soğanımı blenderdən keçirdim. Yəni çox xırda eləyirəm. Mən sevmirəm iri-iri qalsın. Çox xırdalayıram. Ona görə də gördüyünüz kimi deyirsiniz ki, soğanı çox xırdaladınız. Mən sevmirəm soğanı içərisində qalsın. Yəni blenderin ən çox gücündə keçirmişəm ki, çox keçsin. Bəzən doğrayırdım da, amma doğramanı çox o qədər də sevmirəm. İçində istər-istəməz qalır. Uşaqlar soğanı sevmədiyi üçün hər zaman belə edirəm. Belə qızlar qovrulur. Yavaş-yavaş da yağını buraxır, duzunu, istotunu və biraz da sarı kökünü tökdüm. Qazın altını söndürdüm. Belə qızlar büküm, qızardım. Servis edim, sizlərlə də paylaşım. Sağ olun qızlar, Allah amanında qalın. Göz haqqınızı halal edin. İnşallah yeni videolarımda görüşənə qədər mən bişirdim qızlar. Sizlər də bişirirsiniz. Sizlər də sevirsiniz də, sizlər də bişirib, sizlər də nuş edərsiniz. Hər birinizin süfrəniz ruzili, bərəkətli, ocaqlarınız yanar olsun inşallah. Sağ olun. Gələn videolarda görüşənə qədər.